Bilirsiniz ki, digər xəlifələrin seçilməsindən fərqli olaraq, xalqın nəhayət ki, İmam Əlini xəlifə seçməsi bəzi dairələri narahat etdi. Onlar hər bir şey etmişlər ki, İmam Əli əsla xəlifə olmasın. Çünki bu onlara sərf etmirdi. 3-cü xəlifə Osmanı tək qoyub, göz görə onu ölümə buraxan Muaviyyə, bunun əvəzini İmam Əlidən çıxmaq istədi. 3-cü xəlifənin qətlindən öz xeyrinə istifadə etdi. Onun layihəsi baş tutdu. Əvvəlcə Osmanın qanını tələb etmək naminə başladılan kampaniyası Cəməl müharibəsi ilə nəticələndi. Sonra Muaviyyə ilə Siffin müharibəsi və bu fitnədən təsirlənənlərlə Nəhrəvan döyüşü baş verdi. İmam Əlinin şəhadəti dövründə, yəni hicrətin 40-cı ilində artıq İslam ümmətinin çoxsaylı problemləri vardı. İmamın ordusu ona tam itaat etmirdi və onunla birlikdə hərəkət etməkdə süstlük göstərirdi. Buna qarşılıq olaraq Muaviyyənin rəhbərlik etdiyi Şam ordusu isə get-gedə daha da güclənirdi. Bu dövrdə Muaviyyə vəziyyətdən xəbərdar olaraq İmam Əlinin hakimiyyətinə aid olan müxtəlif bölgələrə hücumlar edir, İmamın tərəfdarlarını qətlə yetirir və onların mal-mülklərini talan edirdi. İmam Əli Şama doğru hərəkət edərkən Muaviyyə ilə döyüşmək üçün ordusunu hazırlayırdı ki, İbn Mülcəm tərəfindən vuruldu. İmam Əlinin şəhadəti və İmam Həsənin qısa müddətli hakimiyyətindən sonra Əli tərəfdarları üçün ən çətin dövrlərdən biri olan Bəni Ümeyyə dövrü başladı. Muaviyyənin güclənməsi ilə birlikdə Əli tərəfdarlarının vəziyyəti olduqca ağırlaşdı. Onlar harada olurdularsa ya qətlə yetirilirdiler, ya əlləri ayaqları kəsilirdi, ya da malları talan edilərək həbs atılırdılar. Bu təqib indi də gedir. Fikir verin, son dövrlər Suriyada baş verənlərə, müsəlmanlara qarşı edilən zülümlər qarşısında Şuşanlar, yəni Məhəmməd ibn Əbdülvəhabın tərəfdarları olan Əməvi davamçıları əllərinə ilk imkan düşdükdə 50 tərəfdarlarını qətlə yetirirlər. Yəqin ki, videoları da, onların səsləndirdikləri şüarları da özünüz görmüsünüz. Elə onların buradakı tərəfdarları da onlardan geri qalmırlar. Öz nifrət və kinlərini ilk andaca bildirirlər. Çünki onlara görə İslamın ən böyük yeganə düşməni rafizi, müşrik, kafir dedikləri Əli tərəfdarlarıdır. Qalan hadisələr onlara maraqlı deyil. Heç təəccüblü deyil. Bu məktəbin ideoloqlarından biri olan İbn Teymiyyə öz kitabında yazıb ki, 2-ci xəlifəni öldürən kafir idi. İslam dininə, Allahın rəsuluna və ümmətinə nifrət bəsləyirdi. Peyğəmbərə və ümmətinə nifrət üzündən də onu öldürdü. Bu məsələ ilə mənim bir işim yoxdur. Amma görün İmam Əlinin qatili barəsində nə yazır? O kəs ki, Əlini öldürdü, namaz qılan, oruç tutan və Quran oxuyan biri idi. O Əlini öldürməyin Allahın və Peyğəmbərinin razılığına səbəb olduğuna inanırdı və bunu Allahın və Peyğəmbərin sevgisini qazanmaq üçün etdi. Baxmayaraq ki, bu inancında azğınlığa və bidətçiliyə düçar olmuşdu. Başqa yerdə yazıb, Əli ibn Əbu Talibi xəvariclərdən biri olan Əbdürrəhman ibn Mülcəm öldürdü. Halbuki o, ən çox ibadət edən insanlardan və elm əhli idi. Bəli, qatilə qarşı simpatiyanı görürsünüz. Ən abid, ən elmli, namaz qılan, oruç tutan, Quran oxuyan. Məsələn, siz görmüsünüz ki, bu məktəbin nümayəndələri kafir, rafizi, müşrik adlandırdıqları Əli tərəfdarları üçün Quran oxuyan, namaz qılan, oruç tutan kimi sözlər işlətsinlər. Yox, bu zümrənin nə namazı var, nə orucu var, kafir adamın neyi olacaq ki? Amma görün İmam Əlinin qatili üçün namaz qılan, oruç tutan, Quran oxuyan, ən abid, elm əhli, vallah mən nə deyim? İbn Həmbəlin Fəzailü's Səhabə kitabında qeyd edilib ki, müxtəsər belədir ki, Peyğəmbər Həzrət Əliyə demişdi, ey Əli, keçmişdəkilərin ən bədbəxtinin kim olduğunu bilirsənmi? Salihin dəvəsini öldürəndir. Ondan da pisi, sonuncuların ən bədbəxti sənin qatilindir. Bəli, ən bədbəxt kəs üçün İbn Teymiyyə ən abid elm əhli deyir. Burada incə nüans var. Düzdür ki, İmam Əlinin sui-qəsdində xəvaric nümayəndəsinin və Qutamın rolu var. Lakin təəssüf ki, Muaviyyə burada kənarda qalır. Az qala bu qətli eşq dastanının meyvəsinə bənzədirlər. Unutmayaq ki, bütün bu fitnənin alovlanmasında Muaviyyənin məkirli siyasəti vardı. Ramazan ayı gəlib çatdıqda İmam Əli artıq ömrünün 63 baharını gerdə qoymuşdu. Nəql olunub ki, İmam Əli Ramazan ayının 19-cu
sonuncu gecəsi qızı Ümmü Külsümün evində qonaq idi. Həmin gecədə iftar zamanı 3 loğmadan artıq yemək yemədi. Onun üçün bir nimçədə 2 arpa çörəyi, 1 kasa süd və bir qədər duz qoyulmuşdu. Həzrət Əli məğrib namazını qıldıqdan sonra süfrəyə yaxınlaşdı. O yeməyə baxdıqda və nəzər saldıqda başını təəssüflə yellədib dedi: "Süd kasasını götür." Duz və bir qədər arpa çörəyi ilə də iftar etdi. Sonra Allaha şükür edib namaz və ibadət üçün ayağa qalxdı. O gecə boyunca rükû, səcdə, dua və yalvarış içində oldu. Bütün gecəni oyaq qaldı və daim Allah ibadətlə zikr etdi. O gecə zaman-zaman otağından çıxır, göyə baxır və belə buyururdu: "Allaha and olsun ki, bu elə bir gecədir ki, Həbibim və müəllimim onu mənə vəd edib. Allaha and olsun, mən heç vaxt yalan danışmamışam və Rəsulullahdan da yalan eşitməmişəm. Həqiqətən bu gecə mənə şəhidlik vəd olunan gecədir." Bəli, İmam Əli ömrü boyunca cəmaatın qorxub qaçdığı ölümün üzünə dik baxmışdı. Əksər yoldaşları əhdlərinə vəfalı olub şəhid olmuşdular. Lakin İmam Əli hər döyüşdən sağ çıxırdı. Lakin vaxtı vardı. Peyğəmbərimiz vəd vermişdi. Nəql edirlər ki, Peyğəmbər ən bədbəxt kəs sənin saqqalını başının qanına boyayacaq dediyi üçün İmam Əli heç saqqalını da boyamırdı. 63 yaşına dək müəlliminə sədaqətli qalan tələbə o günü gözləyirdi. Sübh namazı üçün məscidə gedəndə nəql olunub ki, həyətdəki qazlar belə imamın qarşısını kəsdi. Daha sonra kəməri bir yerə ilişib açıldı, yerə düşdü. Sanki hər şey onu buraxmamaq istəyirdi. Lakin ilahi təqdir qaçılmazdı. İmam Əli Kufə məscidinə daxil oldu və qaranlıqda bir neçə rükət namaz qıldı. Sonra namazın təsbihatı ilə məşğul oldu. Bundan sonra məscidin damına çıxaraq azan verdi və məsciddə yatanları oyatdı. Sonra yavaş-yavaş mehraba yaxınlaşdı və tam diqqət və qəlb huzuru ilə namaza başladı. Bu əsnada baş verənlər baş verdi. İbn Mülcəm: "Ey Əli, hökm Allahındır, nə sənindir, nə də əshabının" deyərək zərbə endirdi. Baxın, böyüyünü tanımamaq bax belə bir bədbəxtliyə gətirib çıxarar adamı. Bu bədbəxtin endirdiyi qılıncla zərbəsi eyni ilə Xəndək döyüşündə Əmrin qılıncı ilə hədəf aldığı yerə dəydi. İmam Əlinin mübarək başı yarıldı və axan qan üzünü və saqqalını qana boyadı. İmam Əli üzü üstə mehraba düşdü və bu kəlmələri pıçıldadı: "Bismillah və billah və alə milləti Rasulillah. Fustu və Rabbil Kəbə. Kəbənin Rəbbinə and olsun ki, qurtuldum və nicat tapdım." Bu sözlər sizdən, etdiklərinizdən və bu həyatdan qurtuldum anlamında deyildi. Bu sözlər bir zaman Peyğəmbərə verdiyi suala cavab idi ki, ya Resulullah, dediyiniz hadisə başıma gələrkən öz dinimdə sabit qədəm qalacaqammı? Qaldı da. İbn Mülcəmin zərbəsi imamın kəlləsini yarıb beynini də zədələmişdi. Həkimlər daha heç bir çarə olmadığını dedilər. Qadın, kişi, qoca, cavan, sağlam və xəstə hər kəs təşviş içində evlərindən çölə axışdı və nalə, fəryad içində İmam Əlinin məscidinə və evinə tərəf yönəldi. İmam Əlinin son anları haqqında isə ayrıca danışaram.